Leyla çox şən uşaq idi. Leyla çox yaradıcı uşaq idi. Leylanın həyat dolusu bir eşqi, sevinci var idi. Yəni o yaratmaq, çəkmək, insanlarla bağlı çox gözəl mübarizə aparmağı, yəni birinə sözünü çatdırmaq üçün mübarizə aparan bir uşaq idi ki, hə, mənim sözüm hansı dərəcədə ya da nə ilənsə, necəsə eşidiləcək. Leyla bildiyiniz kimi hər mənada həm idman, həm rəsm, həm təhsil, həm musiqi, hamısında aktiv uşaq idi. Leyla 2024 6-cı ayının 24-ü səhər bacısı ilə basketbola gedirdilər gənclikdə. Səhər saat 8-də mən onları yola saldım. Və mənə 9-a 15 dəqiqə qalmış xəbər gəldi ki, uşaqları maşın vurub. Və nə vurduğunu, necə vurduğunu heç bir şəkildə məlumatım yox idi. Uşağımın bir ayağının gipsdə olduğunu, amma heç bir şəkildə şuurun özündə olmadığını gördüm. Oradan sonra mənə dedilər ki, digər bir nömrəli Semaşka xəstəxanası ora çatdırılmalıdır. Oradan artıq 15-20 dəqiqədən sonra mənə məlumat verildi ki, artıq keçinib. Bu bir ananın yol hərəkət qaydalarından aldığı ən böyük travmadır, mən elə düşünürəm. Çünki bu ehtiyatsızlıq, bu sələnkarlıq, adına nə deyirsiniz bilmirəm. Mən bununla çox acı bir şəkildə tanış oldum. Heç ağlıma gəlməzdi ki, səhər evdən yola saldığım uşağımın üzünə son dəfədir baxıram. Və hələ daha çox uzun illər görəcəm, daha çox uzun illər onu qucaqlayacam, bağrıma basacam və mən hər gün onu bu evdən ölənə qədər yola salacam kimimə gəlirdi. Sürücü dəlillər gələndən sonra artıq öncə 1-3 məhkəmə heç bir şey yəni etiraf eləmirdilər ya da heç nə demirdilər, heç bir məsuliyyət hətta daşımırdı. Orada dedilər ki, uşaq yəqin yola qaçıb. Amma orada artıq video görüntülər zalda, monitorda görüntüləmə oldu ki, yəni uşaqların o yol keçməyini, uşaqların necə svetoforu gözləməyini öz işıqlarında, piyada keçidin üstündə, 4-cü zolağın üstündə o uşaqların ikisinin də bir anda vurulması nəticəsində bir qızımın bu tərəfə düşməyi, o biri qızımın tamamilə avtobusun altında qalmağı. Yəni bunlar çıxandan sonra təbii ki, zalda böyük bir susqunluq oldu vuran tərəfindən. Yəni orada heç bir mən eləmədim ya da vurmadım, bir ay kör nöqtəmə düşdü. Bunlar səbəb deyil bir can üçün. Ya görmədim, ya altında qaldığını hiss eləmədim. Sərnişinlərin adam vurdun, dayan deyişindən sonra dayanmaq sürücünün ən böyük ehtiyatsızlığıdır, mən elə gəlir. Vədsizliyi. Bəli. Hadisəni törədən tərəfdən məhkəməni aldatmağa başqa hansı cəhdlər olmuş? Bəli, başqa cəhdlər oldu. İşin az verilməyi ki, bir az yaşlı uşağım var. Əslində o heç ayrılmışdı, ayrılıb öz ailəsi ilə. Sonra məhkəmədə orada hakimə xanım qeyd elədi ki, siz hətta aliment belə vermirsiniz. Orada deyilmək ki, hə, ailəlidir. Yəni vəkili tərəfindən müdafiə təbii ki, elə də belə də olunmalıdır. Və mən orada vəkilə bir söz dedim. Dedim ki, sən bir vəkilsən. Bəli, mən başa düşürəm. Sən onu müdafiə eləməlisən. Amma sən cəmiyyətə nə öyrədirsən? Mən onu istəyirəm öyrənmək sizdən. Yəni biz hər birimiz cəmiyyətə nəyisə öyrətmək üçün yaşamalıyıq əslində. Sən dedim bir səhlənkar sürücünün ehtiyatsızlıq edən və vecsiz dediyiniz kimi davranan bir sürücünün haqlarını müdafiə eləmək nə dərəcədə düzgündür? Onlar orada ədaləti çox yanıltmaq istədilər. Vəkili tərəfindən çox yanıltmaq istədi ki, uşağın başında kepka var. Yəni kepkadan görməyib. Kepkadan mənim uşağım svetoforu görə bilir. Yəni Allaha çox şükür ki, kameralar var. Əgər dedim vəkil mənim uşağımın başındakı kepkanı bəhanə eləyirsə, bəs müdafiə etdiyi insan işığı görmürdümü?
ya da piyada keçidi görmürdümü? Mən düşünürəm ki, bir dövlətin ədalətini heç kim yanılda bilməz. 9 ay mən məhkəmənin ədalətini gözlədim və 9 ay bu insan məhbusluq çəkmirdi. Öz evində, öz ailəsində, anasının, atasının isti evində necə istəyirdi, amma mən qan ağlayırdım. Məhkəmənin ədalətin öz yerini tapdığı gün mən evimə gəldim. İlk dəfə mən hönkür-hönkür ağladım. Çünki mən artıq rahatlaşmışdım. Uşağımın qanını götürmüşdüm yerdən. Mən ədalətin mənim tərəfimdə deyil, yəni məsum bir uşağın tərəfində olduğunu gördüm. Təbii ki, başqa yollardan da bəzi qohumlar tərəfindən də rüşvət alındığını da, vuran tərəfin onlara pul verdiklərini də, sonra susturulmaq kimi, yəni qan pulu kimi. Yəni mən şikayətçi deyiləm, mən şikayətimi geri götürürəm. Xeyr. Mən gözləyirdim ki, mənim uşağımın ədaləti bir aya bitəcək. Baxıram ki, 1 ay, 3 ay, 5 ay bitmir. Mən hər məhkəmədən sonra uşağımın məzarının üstünə getdim. Dedim ki, məni bu dəfə də bağışla. Mən yenə də sənin ədalətini tapa bilməmişəm. Piyada keçid olmayan yerlərdən istifadə edən piyadaçılarımıza səslənmək istəyirəm ki, piyada keçidlərdən istifadə etsinlər. Qayda qanundan istifadə etsinlər və ən böyükdə nə olursa olsun ehtiyatlarından istifadə eləsinlər. Yəni sürücülərdən də bir anlıq səhlənkarlıq, bir anlıq diqqətsizlik, bir saniyə söhbəti gedir ki, bir can almağa. Mən böyük qızıma açıqlaya bilmirəm ki, sənin niyə dostun yoxdur? Bu sözü mən ona deyə bilmirəm. Çünki onun hər şeyi bacısıydı. Bir ananın evinin işığının sönməyinin nə demək olduğunu mən çox gözəl bilirəm. Hər evdə bir Leyla var. Hər evdən bir Leyla çıxır, bir bala çıxır. Bugün avtomobil idarə eləyənlərin də evladları piyada keçidlərdən istifadə eləyə bilir. Ailələri də istifadə eləyə bilir, anaları, ataları. Amma bu o demək deyil ki, mən piyada keçiddən istifadə eləmirəmsə, mən necə gəldi sürməliyəm, necə gəldi davam eləməliyəm? Yox. Hamını qarşılıqlı anlamaq lazımdır. Məhkəməni aldatmağa çalışanlar arasında rüşvət məsələsi, qan pulunu verib susturma məsələsi də olub. Bu məsələlərdə sizə kim kömək elədi? Kim dəstək göstərdi ki, siz bunların hamısına qalib gələ bilirsiniz? Sağ olsun bizim Daxili İşlər Nazirimiz. Mən qəbulunda çox oldum. Onların müəyyən həmkarları var ki, mən onlarla görüşdüm ki, mənə tək vərasətçilik verin ki, çünki mən çox üzr istəyirəm. Mən 14 ildir ki, o uşaqlarımla, 2 qızımla ayrı yaşayıram və mən balaca qızımı körpəliyindən tək böyüdürəm. Qarşı tərəfdən heç bir maddi, mənəvi heç bir dəstək olmadan böyütmüşəm. Ki, buna bütün Ədliyyə Nazirliyi şahiddir. Ki, heç bir müəyyən məbləğ ya da aliment, heç bir şey. Atanın və ata tərəfinin və müəyyən insanların götürdüyü bəzi məbləğlər var idi ki, onlar məhkəmədə səslənirdi. Və bu da ədalətin biraz verilən cəzanın aşağı düşməyinə səbəb olurdu. Ki, vəkilin dilindən düşməyən söz o idi ki, ataya pul verilib, əmiyə pul verilib. Yəni bunların yığışılması üçün mən anayam. Mən tək onların üstündə tək hüquqi haqqı olan mən ana kimi məni ilgiləndirmir kim kimə nə pul verib. Mənə də pul təklifləri gəlirdi, olurdu. Ya da mənim məhəlləmdə dəfələrlə zənglərim, telefonlarım fərqli-fərqli nömrələrdən susmurdu ki, sənin bir dənə də qızın var. Yəni onun təhsil haqqı üçün biz sənə kömək eləyək ya da sən çox üzr istəyirəm kvartirant qalırsan, biz sənə evlə kömək eləyək, sənə hər türlü kömək eləyək. Yetər ki, şikayətini geri götür. O onsuz da tutulacaq. Amma necə tutulacaq? Təbii ki, ev həbsinə göndəriləcək. Zaten o uşaqları elə böyütdüm. Kvartiranda böyütdüm, maaşla böyütdüm, tək canımı böyütdüm. Yəni mənim artıq dünyadan köçən bir balamın geri dönməsi üçün
başa düşürəm, hə mənim uşağım yol qəzası keçirərdi, yaralı olardı, mənə o təkliflər olardı, mən qəbul eləyərdim. Yəni mən bunu tam şəkildə etiraf eləyirəm. Qəbul eləyərdim uşağımın müalicəsi üçün. Amma o mənə olunan o pul təkliflərini mən qəbul eləyə bilməzdim. Çünki mənim artıq o pulu istifadə eləyə biləcəyim bir evladım yox idi. Pul verilirdi ki, ata tərəfinə, çünki atanın haqqı var idi ki, şikayət ərizəsini geri götürməyə. Şikayət ərizəsi verilmişdi və bir neçə müddət sonra, bir ay, 2 ay sonra müstəntiq mənə zəng eləyir ki, sadəcə sizin şikayətiniz var. Başqa da heç kimin şikayəti yoxdur. Və tək mənim şikayətim bəs eləmirdi onun tam şəkildə cəza almağına. Çünki ata tərəf tam şəkildə şikayətini geri götürmək yox, heç bir şəkildə, yəni şikayətçi deyiləm, azadlığa buraxılsın deməyi məni çox qıcıqlandırırdı. Yəni uşaqlarımın üstündə heç bir haqqı olmayan bir insanın belə bir sözü işlətməyi məni daha da gücləndirirdi əksinə ki, mən Daxili İşlər Nazirliyinin qapısını çalım və başqa aidiyyatı orqanların qapısını çalım ki, mənə tək vərasətçilik verin. Nə qədər cəza verildi? 6 il. Bu sizcə kifayət edən bir dövrdür yoxsa? Ən azından onun... Dövr yox, deyil. Təbii ki, deyil. Bir ana üçün bunu sual versələr, anaya hətta desələr ki, gəl bunu ömürlük yatızdıraq, ana yenə də deyər ki, geri dönəcəkmi mənim balam? 6 il heç bir şey deyil. Bir ət parçası ilə bir metal parçasının arasındakı fərqi görməliyik. Metalın arxasında can fərqli qalır. Metalın toxunduğu can bəlkə də həyatdan sönür, bəlkə də ömürlük hər hansısa bir yerində şikəstlik qalır. Çox dərin bir duyğularla xahiş eləmək istəyirəm. Heç kim başına nə gələcəyini bilmir, amma ehtiyatlı olmaq. Bir anlıq ehtiyatsızlıq ki var. Günümüzdə əlimizdən düşməyən telefonumuz, avtomobillərə quraşdırılan video görüntülü monitorlar, naruşniklər. Əgər birimiz birimizə zəng eləyirsə, ən azından sükan arxasında olan birinə kənara çək saxla, sözüm var sənə vacib deyə bilərik. Yəni ən dərinindən onu düşünürəm ki, ola bilər ki, bəlkə sükan arxasında birinin acı bir xəbərini eşidər. Piyada keçidin yaxınlaşanda sürəti aşağı salmalıdır. Mən xahiş eləyirəm hər kəsdən. Sükan arxasında oturanda siz öz evinizdəkiləri düşünün ki, mənim də evimdəkilər bugün harasa gedəcəkdir. Bugün onlar da piyada keçiddən bəlkə də keçərlər. Bəlkə də sabah keçəcəklər. Bəlkə də mən də sabah bu piyada keçiddən ya da yoldan istifadə eləyəcəm. Sürücü zaten sürətli gedir. Amma piyadaçı neynəsin onda? Yəni piyadaçının yolu daha uzun çəkir, mənə elə gəlir ki. Onu daha çox anlamaq lazımdır. Çünki bu ətdir. Dəmir parçasının, o metal parçasının bir cana dəyib necə fəsadlar verəcəyini onu düşünmək, nə də danışmaq, xatırlamaq, təsəvvür eləmək belə çox ağır bir şeydir. Baxın, mənim evladım 13 yaşında mənim işığımdır, mənimdir, yolumdur, mənim dövlətimin mənim üçün yaratdığı qayda qanundur dedi və o piyada keçidin üstündə son nəfəsini verdi. Və mən onun o son nəfəsində mənə son sözü nə ola bilərdi düşünmədim. Nə dedi dedim görəsən. Harası incitdi. Yəni tam əmin olsunlar ki, o yoldan nə olsun mənim işığımdır. Bəlkə biri heç saxlamadı. Bəlkə də keçir ki, olur da yəni. Görürük, yəni piyada keçiddir, svetofor yanır, amma biri sürətlə keçdi birinin arasından. Çünki bir anlıq səhlənkarlıq bir ömür dünya dolu arzularına bədəldir. Buradan ən çox uşaqlara səslənirəm. Ən çox da onları inanın özümü milyonlarca yaradıb hər piyada keçidin üstündə özümdən bir dənə qoymaq istəyərəm ki, onları qoruyum. Onları saxlayım. Onlara mən olmadığım yerdə bir göz olum. Bir işıq salım ki, görün. Baxın, burada sizə ehtiyat lazımdır. Burada sizi görməyən, burada sizə ehtiyatınızı düşünməyən, vicdanı sızıldamayan biriləri keçə bilər və sizi burada həyatınızı yox edə bilər.